Aprel 2025-ci ildə buraxılış imtahanına düşən suala baxırıq deməli bugün. Bu sualda bizə verilmiş fiqurun sahəsini tələb edir. Şərtə əsasən birinci şərti oxuyaq. Şəkildə verilən fiqurda BC parçasının mərkəzi O nöqtəsində olan yarımçevrənin diametridir. BC qövsünün uzunluğu 4p. AO 6 AB AC-yə bərabər olarsa, verilən fiqurun sahəsini tapın deyir. Deməli biz nəyə baxırıq? Gördüyünüz kimi bizə burada BC qövsünün uzunluğunu verir. Bizdə qövsün uzunluğu necə tapılırdı? Dərəcəyə vurulsun, həmin qövsün uzunluğu bölünsün 360 dərəcəyə. İndi isə burada baxaq. BC qövsü 180 dərəcədir. Çünki bir düz xəttdir, bildiyiniz kimi, yəni açıq bucaqdır. Ona görə də 180 dərəcədir. Biz də buna əsasən buradan yola çıxaraq bu düsturu yazırıq və 4p-yə bərabər edirik. İndi vurub başlayaq. Buradan bunlar ixtisar gedər. Burada 2, burada da D vurulsun P qaldı. D, P bərabərdir 8. Buradan çarpaz vurarıq 8P-yə. Buradan P-lər gedər. Diametr nəyə bərabər oldu? 8-ə. Deməli, BC nədir? BC. BC 8-dir. Biz bunu bildik. Deməli, BC 8-dirsə, indi isə üçbucağın sahəsini tapa bilərik. Bildiyiniz kimi, AO burada bizə verilmişdi 6. Üçbucağın sahəsi necə tapılırdı? S bərabərdir. Buradan yazaq APC. 8 vurulsun 6 vurulsun. Bölünsün 2. Bərabərdir. Buradan da 8 dəfə 6 48, yarısı da 24. Deməli, biz birinci fiqurumuzun sahəsini tapdıq. İndi isə lazımdır bizə bu çevrənin sahəsi. Deməli, çevrənin sahəsində necə tapırdıq? Birinci ümumi çevrəmizin sahəsini tapaq. S buradan bərabərdir. Düstur yazaq. Pi r kvadrat. İndi bizdə çevrənin yarısı verildiyi üçün də nə edəcəkdik? 2-yə bölməliydik. Çünki bizə yarım çevrə verilib. Yəni çevrənin yarısıdır. Ona görə sahə olaraq da bunlar yarıdırlar. Radius, diametr burada 6-dırsa, radius nə idi? 4. Radius 4-dür. Deməli, pi vurulsun 4-ün kvadratı bölünsün 2. Bu da 16 bölünsün. 4-ün kvadratı 16-dır. 16 pi bölünsün 2'dir. Buradan bunlar da ixtisar gedər. 8 pi. Cavabda qalar. S bərabərdir 8 pi. İndi burada bu fiqurun sahəsi var, bu fiqurun sahəsi var. Biz bunları toplamalıyıq. Və biləklə nəticə ala bilərik. İndi isə burada bildiyiniz kimi biz toplamada belə P'yi saxlaya bilmərik. Çünki P qalsa əgər biz düzgün cavab almarıq. Ona görə P'yi təqribi 3 götürürük və 8-i 3-ə vururuq. Cavab da 24. İndi 24 üstə gəlsin. 24 buradan yazaq. Bir dənə silim. Bu da 24 idi. Cəmləyəndə də S1 plus S2 bərabərdir 24 plus 24 48. Cavab deməli 48 imiş.